Danışır da. Zamanın yorğun çiyinlərində ağırlaşmış bir şəhər vardı. Bakı. Onun küçələri küləyin xatirələri kimi səssiz, daşları isə unudulmuş dualar kimi susqun idi. Dəniz sahilində dalğalar sahilə yox, sanki keçmişə çırpılırdı. Zaman axdıqca şəhər başqa bir nəfəs aldı. Köhnə Bakı susaraq yaddaşda dondu. Onun kölgəsi üzərində isə yeni, zamanın görünməz ürək döyüntüsü quruldu. Sonra bir iradə gəldi. Heydər Əliyev. O şəhəri dinlədi. Daşların içində gizlənən səsləri, yolların yorğun nəfəsini, insanların ümidlə qorxunun arasında titrəyən arzularını eşitdi. Və şəhər tədricən oyanmağa başladı. Bakı artıq yalnız bir məkan deyildi. O, keçmişin kölgələri ilə gələcəyin işığı arasında titrəyən bir nəğmə oldu. Və dəniz. O hələ də sahilə vurur. Amma indi hər dalğa sanki bir şeyi pıçıldayır. Şəhərlər də dirilə bilər. Azərbaycan, yaşa var ol hər zaman. Azərbaycan, səndən alıram ilham. Azərbaycan, əvvəli sözlü dünyam. Azərbaycan, şöhrətli şanlı məkan. Azərbaycan, yaşa var ol hər zaman. Azərbaycan, səndən alıram ilham. Azərbaycan, əvvəli sözlü dünyam. Azərbaycan. Bəzi yerlər bu dəyişimi daha dərindən hiss etdi. Azərbaycan Tibb Universiteti də şəhər kimi yenidən qurulur. Divarlar burada susmur. Onlar ürək döyüntülərini öyrənir, nəfəsin ritmini yadda saxlayır, ağrının dilini çözməyə çalışır. Bu divarlar illərdir eyni sualı eşidir. Necə sağalda bilərik? Cavablar dəyişib. Texnologiya dəyişib. Amma sual eyni qalıb. Şəhər böyüyəndə universitet də böyüməli olur. Çünki şəhərin sağlamlığı burada başlayır. Şəhərsalma yalnız küçələrin düzülüşü deyil, bu insanların bir-birinə nə qədər tez çata bilməsidir. Həkimin xəstəyə, təhsilin praktikaya, ideyanın həyata. Bəzi yerlərdə isə şəhər sıfırdan başlayır. Orada əvvəl səssizlik var idi. Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik. İnanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox.
Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayil, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu. Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik. Zamanın sükanı eyni əllərdə istiqamət tapdıqca torpaq üzərində səssizcə bir quruculuq nəğməsi yüksəldi. Daşlar yaddaşla, yollar ümidlə hörüldü. Külək belə yenilənən sabahın qoxusunu daşıdı. Bu görünməz iradənin axarında ölkə özünü yenidən kəşf etdi. Davamlılığın sakit gücündə, dövlətin isə ürək kimi döyünən möhkəmliyində. İşgalden kurtarılan topraklarda hep şunu söylüyorlar. Ne yapacaksınız dediğimizde bir tek dam olsun yeter. Siz ne yapacaksınız o insanlar için o noktada? O topraklarla ilgili yeni inşa. Damlar, biz orada şehirler kuracağız. Biz orada hayatı kaytaracağız. Biz bütün dağılmış yerleri berpa edeceğiz.
Daş daşa söykənəndə çevrilib divar olur. Dağ dağa söykənəndə zaman zaman var olur. El elə güvənəndə yurdu basılmaz olur. Əl ələ güvənəndə güllər açır, yaz olur. Tellən bayrağım mənim, güllən torpağım mənim, alış ocağım mənim, istiqlal havasını, xoşbəxtlik nəğməsini, ürəkdə yanan işıq, damarda qan oxusun. Azərbaycan oxusun, bütün cahan oxusun.